Mən də hər kəsin bayramını təbrik edirəm. Bütün Azərbaycan xalqımın bayramını təbrik edirəm. Neçə belə gözəl illərə çıxsınlar. Balalarıyla, ailələri ilə birlikdə. Amin. Mənim Nəzrin balamın həmişə arxasında durmusunuz. Kömək eləmsiniz. Allah canınızı sağ eləsin. Ruzunuzu bol eləsin. Elə Xəqani qardaşına canı sağ olsun. Sağ ol bacı. Həmişə Nəzrin arxasında durubdu. İndi də gəl Nəzrin arxasında durur. Allah onda real nəvəsinə şəfa versin. Çox sağ ol bacı, çox sağ ol. Nəzrin balam indi yenə də dərəcəsi artıbdır. O da gələcəyin bir anasıdır, bir müəlliməsidir, həkimidir. Sizdən xahiş edirəm, Nəzrin balama kömək olun. Onun beli düzəlsin. Çox xahiş edirəm sizdən. Bir ana kimi sizdən xahiş edirəm. Nəzrin balamın arxasında durun. Allah özü kömək olsun bacı, Allah şəfasını versin. Gözəl izləyicilərimiz, xahiş edirəm hər bir kəsdən. Kimin gücünə çatırır, Nəzrin balamıza kömək eləyəyin. Nəzrin balamızın müalicəsi geçsin. Yəni Bakıda müalicə alıb, Bakıda çox çıxıb da xərciniz. Bəli, çox Gün 50 manat orada istəyirdilər. Amma burada yəni aşağı qiymətlə Qarabağ klinikasında müalicə getməlidir, idmana gedir. Müalicə nəyə görə getməlidir? Belindəki sümüyə görə əyriliyi var da. Rengenə saldırmışsınız da elə onu. Rengenin şəklini efirdə verərik, izləyicilərimiz də görər. Mən xahiş edirəm, 1 manat, 2 manat azı deyib keçməyəyin, kömək eləyəyin Nəzrin balamıza. Allah özü kömək olsun bacı, Allah şəfasını versin. İnşallah yenə əmiləri, dayıları, nənələri, bibiləri Nəzrin balamıza kömək eləyərlər inşallah.